mərhəmətdən danışırıq, humanizmdən danışırıq. Sözünü deyib əskər çoxdan. Səhnədə mən sənət satıram. Başqa şeylər satmıram. Axı bizim üçün güc rəmzi birinci kişidir. Məni onlardan üz-üzə gətirməm. Buna nə oldu? Bunun başı qaçdı. O acını dadmamış, o zərbələri almamış, o şapalaqları almamış. Sevgi vardır ki dodaqlarda açar güllərini. Könüllü danışın bu dəfəki qonağı xalq artisti Tünzalə Ağayeva. Xoş gəlmisiniz. Xoş günün olsun əziz könül. Nətərsən? Yaxşı. Tünzalə xanım deyəndə bizim ağlımıza Sevdi Cansəni gəlir və uşaqlığımız gəlir. Nə gözəl. Bunu eşitmək, indi sənət adamları fərqlidir də. Bəzən sənət adamına qəribə gəlir. Necə yəni, mən o qədər yaşlaşmışam ki, sən mənə deyirsən, mən sən uşaq. Amma bu mənə fəxirdir. Bu mənə fəxirdir ki, sən bax bu sözləri deyirsən. Çox xoş oldu, valla. Bəs bir bandama ilə, bir yaylıqla bu qədər populyarlaşacağınızı düşünürdünüzmü? İnan ki, yox. İnan ki, yox. Mən həmişə deyirəm, illərdir eyni şeyi danışıram. Deyirəm ki, günün birində sabah oyandım ki, pəncərəni açanda hər yerdə səsim gəlir. O axşam rüyada gəzişə çıxdım. Ay Allah, hər yerdən, yəni bildiyiniz hər yerdən. O bəzən deyirik, xaladilnik açdım, oradan Tünzalənin səsi gəldi. Mən buna hazır deyildim. Bu tanınmağın bumu deyirlər, o partlayışı. Doğrudan da hərə bir cürə yaşayır onu. Biri var ki, indi belə deyək də, production öncə səni production tanıyır və səni artıq, sənin necə uğurlu olacağı artıq bilirlər. Sənə yatırım olunur, albomlar başlayır, yəni sənin üçün bir musiqi dünyası qurulmağa başlayır, mahnılar və s. Bu payetapını gedir və sənin üçün hitlər arayırlar, yaxud sən özün bəstəkarsan, mənim kimi mahnılarım seçilir. Hər hansı bir hazırlıq baş verir. Bəli, məndə rəhmətli Anar Məmmədxanov, KVN komandasının kapitanı, ilk dəfə məni bütün KVN komandası ilə birlikdə məni Tovuzda telefonumu tapıb zəng eləyəndə mən o qədər populyar Tünzalə Ağayev olmamışdım. Amma insanın, bir ziyalının, bir dərin qulağı, dərin düşüncəsi olan bir tamaşaçı deyək də, bir ziyalı bir tamaşaçının və Anar Məmmədxanov kimi tamaşaçının radioda Tünzalənin səsi eşidir və o qulağından o qaçmır. Və məni arayır. Və mənə telefonda dediyi sözü olur ki, sən çox istedadlısan da, yəni mən sənin səsinə heyran oldum. Tünzalə, sən biraz özündən danış. Və yəni mən də belə şokda telefonda qulaq asıram ki, nə baş verir də. Yəni mən televizorda gördüyüm Bakılı oğlanlar komandası mənə zəng eləyir. Onda mən hələ o qədər bu Sevdi Cansəni yox idi yeri gəlmişkən. Sən o deyilsən mahnısıyla Səməd Vurğunun, o da Səməd Vurğunun şeirinə yazdığım mahnılardandır, ilk mahnılardandır. Yəni o ərəfədə studiyaya gəlirəm, Bakıya gəlirəm, o mahnını yazıram və gedirəm öz işimə gücümə, çünki mən pedaqoq işləyirəm, fortepiano sinifində mən sinifi üzrə dərs deyirəm, piano dərsi. Yəni yenə də mənim üçün o zəng belə və sonra bir neçə ziyalının məni axtarıb tapması mənə, yəni o sözlər bilirsiniz necə böyük dəyərli sözlər idi, möhtəşəm sözlər idi. Mən hələ də dərk eləmirdim ki, onlar mənim gələcəyimi artıq başa düşürlər, görürlər. Mən hələ özümü fərqinə varmıram. Bu başqa bir hissdir. Sevinirəm, bilirsən nəyə? Bugün belə burada üzbəüz oturanda belə o illəri yada salanda yenə də həmin həyəcan bürüyür məni. Demək ki, mən içərdən dəyişməmişəm. Demək ki, bu şöhrət, bu tanınmışlıq, bu belə bir populyar insana dönmək məni, içimi o saflıq deyirik biz. Dünyanı gözəllik xilas eləyəcək, hamı yaxşıdır, həyat gözəldir kimi dəyərlərlə böyüyən bir insan şöhrət olanda çox artistlərin hekayələri fərqlidir. Egoları böyüyən var, xarakteri dəyişən var. Xarakterimiz dəyişir. Təbii ki, o 25 yaşındakı Tünzalə ilə indiki Tünzalənin böyük fərqi var. Həm də Sevdi Cansəni bir qadın taleyi idi sanki.
özünü qurban verən bir qadın. Necə düşünürsünüz? Qadınlar sevgidə özlərini qurban verirmi? Çünki bizim qadınlar daha çox özlərini ikinci plana atır. Bəli, əlbəttə ki, çox sevirsə, aşiq olursa, özünü düşünmür axı qadın. Xüsusilə Azərbaycan qadını canında hədsiz fədakarlıq. Biz elə 2-3 yaşından başlayırıq mamamıza kömək eləməyə evdə. Evdə mama olmaq istəyirik. Bizim evdəki böyütdüyümüz qızlar da bizə oxşamaq istəyir. Tez böyümək istəyirik, evin qayğısını tez çəkmək istəyirik. Gərək bizi evdə biraz fərqli böyüdərlər, bizi öyrədərlər ki, necə deyim, özünü də sev, özünü dəyər ver. Bir tərəfdən elə böyüyürük, özümüzə dəyər, özümüzə hörmət var. Amma qəribədir ki, Azərbaycan qadını yenə də bunlara, bu dəyərlərə baxmayaraq özünü unudandır. Hətta belə deyək, o bugünkü dəb var, müsbət enerji, negativ enerji və s. Toksik insanları həyatımızda saxlamayaq filan. Hətta çalışmalıyıq ki, məsələ insanları nə ilənsə sevindirək ki, çünki o mutlu olduğu zaman sənə xoş enerji ötürür. Bu hamısı insanlar elə bir sanki bir-birinin dərdinə şərik olmaq istəmir. Deyir ki, həm mən yaxşı olum, toksik insanlardan uzaq olum, mənə mənfi gətirəcək insanlardan toksik insandan sən də mən də uzaq olmalıyıq Könül. Bunu bilsən, bunu evdəykən başa düşmürük. Evdə oturanda belə şey başa düşmək olmur. Bunu yaşayıb başa düşürük. Yəni birini dost bilirsən, adına dost qoyursan, nəticə etibarilə zaman, hekayələr, belə hadisələr daha doğrusu göstərir ki, yox, o qədər dost deyilmiş. Bunu yaşamamış, o acını dadmamış, o zərbələri almamış, o şapalaqları almamış. Bizi həyat şapalaq almaq, səhv etmək, belə deyək, indi əsaflı böyük danışmayayım, günah sözü deməyim, amma səhv etmək insana məxsusdur. Səhv etmək fəlakət deyil. İnsanlıqda hər gün nəsə bir şeyi səhv düşünə bilərik, səhv eləyə bilərik. Ondan özümüzə nə götürdük? Nə nəticə çıxartdıq? Budur. Deyir ki, hocam səhvlərim nədir? Səhviniz hardadır? Deyir, təcrübələrimdir. Deyir, bəs təcrübələriniz nədir? Deyir, mənim səhvlərimdir. Səhv bizi böyütmək üçün, bizim böyüməyimiz üçündür. Ona görə bu, necə deyim, onlar insan, hamı bir-birini, biz axı skanner deyilik ki. Füzə xanım, bir dövr oldu ki, qadınlara, qızlara belə tövsiyələr verildi ki, güclü ol, öz ayaqlarının üzərində dur. Amma vaxt keçdikcə baxırsan ki, qadınlar özünü unudur. Qadın və güc bir-birinə yaraşır. Bir dənə də ifadə var, kişi kimi qadın. Bu ifadəyə münasibətiniz necədir? Biz qadın kimi qadın olanda, yəni güclü olmuruqmu, dəyərli olmuruqmu, hər şeyin öhdəsindən ol, başa düşdüm. Çox incə bir məqam. Sevdiyim qaysını da düşdüyüm. O mənə bir ilham verəcək. Yəni sənin sualın odur ki, niyə yəni qadın ona qadın olaraq ünvanlansın, ona deməsinlər ki, kişi kimi güclüdür. Burada pis şey yoxdur Könül. Burada nisbət məsələsi var. Niyə o bir rəmzi məna daşıyır mənə görə? Axı bizim üçün güc rəmzi birinci kişidir. Nəyə görə? Çünki o bizim arxalandığımız gücdür. Divardır. Uca Rəbbimiz birinci kimi yaradıb. Buradan başlayaq da. Birinci qadın yaranmayıb ki. Allah Taala birinci kişini yaradıb. Burada Allahın böyük və bizim başa düşmədiyimiz hikmət var. Mən ən müasir qızlara belə, içində öz evladıma belə deyirəm. Qızım, sözünə, özünə sahib çıx. Haqlarını tanı, hüquqlarını tanı balam. O yaşayır İstanbulda, böyük bir cəmiyyətin içində. Və sabah ola bilər deyir ki, mama, mən yoruldum bu şəhərdən, gedirəm başqa şəhərə. Dünyanın harasında olursun, fərq eləmir. Mən bir şey arxalanıram ki, bəli, mən qızımı düzgün yetişdirmişəm, xarakteri var. Mən həmişə demişəm ki, çevrəndə səni sevməsələr belə, qoy sənə hörmət etsinlər. Elə bir şəxsiyyət ol ki, sən hörmət olunan, adın çəkiləndə sənin adına hörmət olunsun. Bu çox vacibdir. Biz bunu uşaqlıqdan bugünə kimi danışırıq. Və eyni zamanda deyirəm ki, məsəl üçün, biri səni sevəcək həyatda, sən də onu sevəcəksən. Bu gözəl hissdir. Mən bütün insanlara bunu arzulayıram. Eşqsiz dünya darıxdırıcı olur. Amma bil ki, sabah sən bir insanın həyat yoldaşı olacaqsan. Bir kişinin həyat yoldaşı olacaqsan. Nə qədər müasir olsan da,
nə qədər sözü açıq olsan da, nə qədər istəklərini açıq-açığına desən də, sənin başının üstündə bir kişi var. Bunu unutmaq olmaz. Avtoritet var. Ailə dəyərləri buradan başlayır könül. Biz ailənin yerini dəyişsək, fəlakət baş verəcək. Matriarxat hələ bugünə kimi dünyada bir uğura gəlməyib. Olmaz da, Allah Teala məsləhət bilsəydi birinci qadın olardı. Deyərlər ki, ey kişilər, qadınlara tabi olun, elə deməyib, baxın. Mən bundan çox razıyam. Yəni bu mükəmməl bir həyat quruluşudur ki, bəli, kişi güclü. Çünki qadın nə qədər qadın olsa da, qızım, nə qədər cəsarətli olsan da sən bir sərhədin var, orada dayanmalısan. Çünki orada artıq kişinin sözü başlayır. Deyirlər ki, mərd qızdır, kişi kimi qızdır. Bu pis bir şey deyil. Bəli, sən çox düzgün deyirsən ki, niyə axı qadın məcburdurmu güclü olmağa? Məcburdur. Könül məcburdur. Bilirsən niyə? Özünə sahib çıxmaq üçün. Tünzəli xanım, sizin imiciniz dəyişdi və uzun illərdir ki, bir 6-7 il vardı. Bu hələ də müzakirə olunur ki, bəziləri deyir yaraşdı, bəziləri dedi yaraşmadı, bəziləri dedi ki, açıqdır geyimlər, bəziləri dedi yox, çox yaraşır. Və sizə görə qadına nə yaraşmır? Həqiqətənmi geyim, əxlaq normatividir? Sahədən sahəyə fərq var. Belə deyək, bunun bir neçə dənə keçmək olar, punktlar var da. Hər şey ümumiləşdirib danışmaq çətindir. Çünki sən həyat tərzin həkimdirsə, sən həkimliyi seçmisənsə, orada özünə görə bir limit var. Sənət adamısan, səhnə, pop musiqiçisən, pop starsan, sən bəlli bir tərzin var. Sən kino aktyorsan, sən tam başqa dünyadasan, başqa bir planetdə ümumiyyətlə. Canınız desin, sən bir qapalı bir strukturda, bir ofisdə, bir çox cəmiyyətin heç kim bilmir ki, sən nə ilə əslən işin nədir, peşən nədir. Orada tam başqa bir dünya var. Biz bu dünyaları, bu həyat tərzlərinə baxanda fərqli-fərqli cavablar gələcək. Bu birinci məsələ. İkinci məsələ, həmin bütün cəmiyyəti bütövlükdə götürəndə orada diqqətli, diqqətsiz, haqlı, haqsız, yalan, doğru, ağıllı, qeyri-ağıllı, adekvat, qeyri-adekvat, müxtəlif baxışlı insanlara baxanda onlar bir kinoya baxır. Onlar bir popstara baxır, onlar bir klipə baxır. Biz cəmiyyət olaraq diqqətimizi fokuslanırıq həmin o obraza və mən Tünzali olaraq, tamaşaçı olaraq baxıram. Öz dünyamda o popstarı sevirəm, xoşuma gəlir, rolu, mahnısı, obrazı, şousu. Gəldik sənin dediyinə. Bizim Sovet televiziya kanallarında bu şou yox idi deyə mən hara heyranlıqla baxırdım. Jurnallar izləyirdim, plastinkalar, Moskvadan gələn, oradan buradan. Yəni o bir hadisə idi də evdə, xarici jurnal gəldi filan. Və mən o zaman popstar səhnəni oradan öyrəndim. Mən Liza Minnelliyə baxanda, mən Sezen Aksu'ya baxanda, Ajda Pekkan'a baxanda, Barış Manço'ya baxanda, Barbara Streisand, Liza Minnelli və s. çox ad çəkə bilərəm. Popstar olmaq mənə oradan gəldi. Və mən də bugün bir Azərbaycan artistinin içi mən qarışığı, mən səhnədə görəndə onu peşəkarcasına eləyirsə və onun niyyəti sənətdirsə, baxın, burada incə nöqtə var. İncə nöqtə var. Kinoya niyə çəkilirsən, səhnəyə niyə çıxırsan, bu obrazı niyə daşıyırsan? Mənim niyyətim həmişə sənət olub. Mən həmişə demişəm ki, səhnədə mən sənət satıram. Başqa şeylər satmıram. Səndən kim qorxur? Səni yaxşı tanımayanlar. Buna nə oldu? Bunun başı qaçdı. Belə deyək də. Bir söz deyirlər ki, uşaqlarımız görüb onlardan nə öyrənəcək? Mənim uşağım əgər bir artistin, bir aktyorun geyiminə baxıb pozulacaqsa, problem məndədir. Bunu həmişə deyirəm. Çox düzgün söz. Uşaqlar birinci analarını görməlidir, artistləri yox. Uşağıma düzgün əxlaq verməmişəm ki, o filankəsin qısa yubqasından pozulur. Mənim qızım ölkədən kənarda yaşayır. Həftə 8-9 müxtəlif konsertlərə gedir. Hər cürə Türkiyədəki Gülşənin konsertinə gedir. Yəni Türkiyədə ondan o tərəfə cəsarətli müğənni yoxdur. Mən qızıma görə qorxmalıyam. Çıxır, biz alqışlayırıq onu. Yaxudsa bax,
Jennifer Lopez gələcək İstanbula, gedəcək. Yəni mən oturub dırnağımı çeynəməliyəm ki, vay Fidanın başı gel. Bu çox gülməli söhbətdir. Keçən 2025-in ən yadda qalan maqazin hadisələrindən birinə Aygün Kazımova ilə Röyanın barışmasına. Gözəldir də. Siz inandınız yoxsa nəyə görə soruşursunuz? İnandırıcı Əslində, gəlmədi yoxsa inandırıcı? İnandım, inandırıcı gəldi. Hara qədər Röya Ayxanın hər veriş çıxıb şeydən danışır, biz barışdıq deməsinə qədər mənə ilk əvvəl çox inandırıcı gəldi. Amma bir yerdən sonra mənə reklam xarakterli gəldi. Çünki Aygün Kazımova bu haqda bir dəfə danışdı, video paylaşdı. Amma Röya Ayxan bir 5 verilişdə bu haqda danışdı. Bu yenə bu xarakter məsələsi. Dostlar, mən indi hər ikisini çox istəyirəm. Onlar mənim yaxınlarım sayılır, sənət dostlarım sayılır. Hərəsinin də fərqli necə deyim, hekayəsi, fərqli təcrübəsi, səhnə təcrübəsi və xarakteri var. Gəlin, xarakter. İnsan var ki, bir dəfə deyir, bəs eləyir. Mənə elə gəlir ki, niyyət burada ancaq sevgidir, başqa mən nə deyə bilərəm? Mənə o müzakirə düşməz. Çünki onların arasında olan bir belə deyək, səmimidir, bu dialoqdur, səmimiyyətdir. Onlar hər, belə deyək də, üçüncüsü Allahdır. İki insan söhbət eləyəndə onların elə şahidi yalnız Allahdır və yalnız onların özü deyə bilər ki, bu nə qədər dərindəndir, bu nə qədər və sairə vilaxırda. Yəni, mən ancaq işin, eşitdiyim xəbərin yaxşı olmasına inanmaq istəyirəm. Çünki sənətdə dostluq qazanır. Sizin bu uşaq Eurovisionla bağlı da sizin fikrinizi öyrənmək istəyirəm. Dinlədinizmi mahnını, iştirakçımızı baxdınızmı və yaxud biz onlara səs verdik ermənilərə, məsələn, ermənilər bizə səs vermədi. Əla məqama toxundun, ay könül. Deyəcəm, içimdə bir söz qalıb, onu deyəcəm, onu çox istəyirəm demək. Birincisi, oradan başlayıram, bir musiqiçi kimi demək istəyirəm. Yağmur məni heyran etdi. Elə bugün də intervyuya gələ-gələ yenidən Yağmurun ifasını ona videoda göndərmişdim ki, məndən istəmişlər ki, dəstək olaq. Dedim, məmnuniyyətlə. Maşallah, Yağmurun müəllimi kimdirsə, mən o müəlliməni təbrik eləyirəm. Elə sevinirəm, belə balaca, neçə yaşı var Yağmurun? 13-12, maşallahı var ha. Elə bil ki, bu uşaq səhnədə dünyaya gəlib. Maşallah, onun mahnısı olar düzünüdür. Daha yaxşı mahnı olmalıydı. O səsə daha yaxşı mahnı getməliydi. Mənim yaramdır da, bu yaramdır. Biz bilirik ki, Avroviziya necə qərəzli bir müsabiqədir. Mənim üçün, təbii ki, biz artıq Avroviziyaya möhrümüzü qoymuşuq. İndən sonra əlbəttə ki, hamı istəyər ki, getsin ən yaxşı top 3-ə, 1-liyə düşsün. Bu hər zaman yaxşıdır. Bundan heç kim imtina eləmir. Bugün uda biliriksə udaq. Mən ancaq alqışlayıram. Çünki orada bayrağımız görsənir, adımız səslənir, ölkəmizin bir də adı çəkilir. Bundan gözəl nə var ki? Qərəzli olmağa adamı üzür. Başa düşürük ki, bu tam da peşəkar deyil. Münasibət. Münasibətə qalanda, dostlar, biz o qədər daimi güclü bir ruhlu millət olmuşuq əsrlər boyu. Yaşadıqlarımıza baxmayaraq, faciələrimizə baxmayaraq, qanlar tökülüb bu torpaqda, qurbanlar gedib, soyqırımlar olub. Həmişə gözü tox, iradəli, güclü xalq olmuşuq və bu güc də bizi qalibiyyətə gətirib. Məncə, heç kimdən heç nə gözləməyin. O zay, o genetik zay olan, özünü zaten onlar, yəni heyf ki, belə bir qonşumuz var, adına qonşu deyil, mən heç vaxt, ildən sonra da qonşu deyə bilmərəm. Təbii ki, Azərbaycan öz gücü ilə, əskəri ilə, böyük lideri ilə başda, şanlı ordusu ilə, güclü siyasəti ilə dünya sözünü dedi. Bu bir möhürdür. Və sözü deyən məhz mənim üçün 3 böyük dəyər var. Başda liderimiz, onun yürütdüyü siyasət, onun başında olduğu şanlı ordusu. Azərbaycan sözünü deyib, o balaca ballar, qiymət vermələr, o mənim üçün çox ucuz bir şeydir. Biz sözümüzü demişik, biz onlardan heç nə, genetik xəstə olan bir toplumdan, mən heç vaxt onlara
İndi öz açıq sözümü deyirəm. Mən istəmirəm ki, bu söhbət başqa bir qıcıq yaratsın. Başqa bir ifadə də işlətmək istəyərdim, işlətməyəcəm. Biz sözümüzü demiş, zəfər qazanmış xalqıq. Bu xırda şeylərdir o. Bizə deyir o batan saman çöpündən tutur, bataqlıqda batırdı. Yəni nədən tutmalıdır? Bax, bizə 0 verdilər. Biz də gecə yoxsuz qaldıq. Çox ucuz söhbətlərdir. Biz bir şeyi gənclərimizə buradan müraciət etmək istəyirəm ki, çox gözü tox olun. Çünki bu ruhu sizə əskər verib. Bu ruhu sizə şəhid verib. Bizim haqqımız yoxdur. Bunlar deyirəm, adlarını çəkmək istəmədiklərim. Onlar yaxşı da mənim də intervyuma qulaq asırlar. Çox gözəldir, hər şeyi görürlər. Onlar çatlaya yaşayacaqlar. Onlar işğal etdiyi torpaqda belə həyat yarada bilmədilər. Bu da onların xisləti, bu da onların zəifliyi. Biz zəifdən sən nə dostluq gözləyirsən? Onlar həyatda bizə dost ola bilməzlər. Bu kəlməni unudun. Yenə deyirəm, siyasi baxımdan lider, cənab prezident bütün dünya Azərbaycanlıların, Türk dünyasının yerinə sözünü deyib, biz nəyi axtarırıq? Biz nə kəşf etmək istəyirik? Amerika çoxdan kəşf olunub. Azərbaycan çoxdan sözünü deyib. Azərbaycan əskəri sözünü deyib. Biz nə mərhəmətdən danışırıq? Biz hansı humanizmdən danışırıq? Mənim humanizmim işimi yaxşı görməyimdir. Çıxıb sözümü yaxşı deməyimdir. Kimdənsə nəsə gözləmək deyil və humanizmi, mərhəməti Azərbaycan əskəri cəbhədə eləyib. Azərbaycan əskərinin silahı erməni qadınına qarşı olmayıb. O, Qarabağda yaşayan erməni sakini əlindən götürüb çıxardıb. Şəhidimizin ruhu şad olsun. Mərhəməti o eləyib. Bizim heç bir ixtiyarımız yoxdursa mərhəmətdən danışmağa. Get öz həyatını yaşa, güclü insan ol, Azərbaycanlı ol. Heç olmasa onun verdiyi qanun haqqını ver. Mərhəmətdən danışırıq, humanizmdən danışırıq. Sözünü deyib əskər çoxdan. Çox qıcıq oluram, biz bu saat hansı humanizmdən danışırıq. Analar oğullarını itirib bugün bizim belə rahat oturmağımız üçün, beynəlxalq səviyyə çıxmağımız üçün o şəhid canını verib. Onunsa da haqqına, onunsa da necə deyim, o ali missiyasına sayğı olaraq biz kəlmələrimizə fikir və davranışlarımıza fikir verməliyik. Çox belə məni qəribə gəldi. Mən də buradan gənclərimizə müraciət edirəm ki, bəli, bugün Azərbaycan beynəlxalq belə deyək də arenalara tez-tez çıxır. Sənətdə, musiqidə, mədəniyyətdə və s. Əziz musiqiçi gənclər, əziz bizim soydaş sənət dostlarımız, beynəlxalq səviyyə çıxanda o məkanda ki, onlarla üz-üzə gəlirsiniz. Mən şəxsən, yəni mən necə deyim sizə, 25 ildə mən çox görmüşəm. Yunanistanda, Amerikasında, Fransasında çox ermənilər gördüm mən. Mən Yunanistanda konsert verəndə onlar bir toplum belə nə bilim 20-30 erməni gör nə qədər bizə ömür boyu qıcıq olublar ki, biz onları görmürük, onlar bizi ilə yatıb dururlar. Mənə görə mən başımı sallayıb işimi görməliyəm. Beynəlxalq arenaya çıxıramsa ki, orada mən bütün millətlərə hörmət eləyirəm. Baxın, bütün vacib sözü burada final eləyəcəm. Mənə hörmət eləyənə mən də hörmət eləyirəm. Mənim millətimə hörmət edən millətə mən də hörmət eləyirəm. Buyurun da qutarlayayım. Mən gənclərimizdən də bunu istəyirəm. Tünzəli xanım, səsiniz sizin kimliyinizin bir hissəsidir, yoxsa kimliyinizi daşıyan bir vasitədir? Bəli, ikisinə də cavab verəcəm. Kimliyimin bir göstəricisidir və özümü ifadə etmək. Səsim olmasaydı, bu bəstəkarlığım yerində qalsaydı, mən zaten mahnı bəstəkarı olacaqdım. Oradan da çalışacaqdım ki, elə səslər tapım ki, o duyğularımı ifadə etsin, mənim yerimə onu ifadə etsin. Amma Allahdan iki böyük neyməti Allahdan hədiyyə qazanmış olmuşam. Allah bizə qarşı sonsuz mərhəmətlidir. Hər insana ucu bucağı bilməyən istedadlar bəxş eləyir. Yəni doğrudan mənim üçün bütün insanlar istedadlıdır. Sadəcə özü onu açdım, açmadım, ikinci söhbətdir. Və ona görə də bax bu səs məni Tünzalə olaraq çox yaxşı ötürür. O da yenə deyilərək, kitab hamı üçün açıqdır.
oxuyana sən bax. Sən oradan özünə nə pay götürənə bax. Səs oxuyur. Mahnını oxuduq. Mahnını yazdıq, oxuduq. Sevgi vardır ki dodaqlarda açar güllərini. Bu səs gəldi sizə. Sizin alacağınız qabiliyyətdən, ürəkdən, o halınızdan asılıdır. O mahnı siz onu hopdurdunuzmu özünüzə, yoxsa yox? Amma içinizdə elə səslər varmı ki, biz onları hələ eşitməmişik və fikirləşirsiniz ki, mən bu mahnını yazsam, insanlar psixoloji olaraq çox təsirlənər. Bəli, var. Çünki bugünə kimi bayaq dediniz Tünzələ xanım, siz çox neçə dəfə dəyişmisiniz dəyişikləriniz. Hələ dəyişiklərimi gözləyin. Mən hələ tükənməmişəm. Bilmirəm, 10 ilmi oxuyacağım indən sonra, 15 ilmi, 20 mi, 30 mi bilmirəm. Hərdən o yaşlı, indi artıq dünyasını dəyişdi Tina Turner, Aretha Franklin, ya qonşu qardaş Türkiyədən, biz Allah ona uzun ömür versin, Ajda Pekkan'a baxırsan. Məsəl üçün, mənim heyran olduğum Barış Manço mənim üçün tez getdi. Maşallah, Ajda Pekkan özünə baxır, peşəkarcasına da baxır və s. Baxıram ona, deyirəm ki, bax budur, bu yaşında səhnəyə çıxmaq budur. Özümü belə görürəmmi, görmək istəyirəmmi? Təbii ki, görmək istəyirəm. Növbəti illər dediyim ki, bilmirəm, 10 ilmi, 15 ilmi və s. Orada yeni Tünzalə istəyirəm ki, kəşf edəsiniz. Çünki mən özümü orada kəşf edəcəm. Daha çox muğamlarımıza daha sıx bağlı, daha klassikaya bağlı bir Tünzalə çıxacaq ortaya. Amma hələ o mahnılar var ki, mən hələ oxumamışam. İlahi gücün sənətinizə təsirini siz səhnədə mi hiss edirsiniz, yoxsa özünüzlə tək qalanda? Hər yerdə. Bəstəkar kimi bir başqa hiss edirəm. Publikaya çıxanda, mən axı ilim əjdahadım. Sizə bir mənzərə sözlə çəkə bilərəm ki, Tünzalə nə olur? Mən səhnədə belə olmuram. Yəni, qarşında gördüyüm Tünzalə olmur. İçimdə bir başqa Tünzalə var. Onun burada qanatları var. Çox böyük qanatları var. O qanat qalxır və bütün o qədər böyük olur ki, və məndən xalq çox həssas bir dəyərdir. Xalq çox həssasdır. Xalqın qulağı da, gözü də, münasibəti də çox həssasdır. Xalq özü, o cəmiyyət ki, çıxıram onun qarşısına, özü də onun fərqində olmaya, onu tam o həqiqəti mənə deyir. Mənim dünyamda olan həqiqəti mənə dilimdə deyirlər. Öz dilində deyirlər ki, Tünzalə xanım, çıxdı səhnəyə, sanki bizi qucaqladınız. Doğrudan da baş verir. O qanatlar qalxır və mən bütün publikanı belə qucaqlayıram. Bu mənim içimdəki yaşadığım bir hisli, enerjidir, gücdür. Bəs tənqidlər olmasaydı, cəmiyyətin fikri olmasaydı, indiki bütün zaləm olardı tamaşaçının qarşısında, yoxsa tam fərqli bir siz çərçivələyirmi insanların düşüncəsi? Mənim birinci tənqidçilərim ailəm və məktəbimdir, müəllimlərdir, peşəkarlardır. Tamaşaçılar səni tənqid etmirlər. Tamaşaçı öz obyektiv, subyektiv fikrini deyir. Tənqid peşəkarlara aiddir. Bir peşəkarla üzü oturarsan, o sənin əsəridir, bu sənin əsərindir. Sən bunu belə görürsən, o sənə bunu açar, başa salar ki, yox, belə də olur. Oba, tamaşaçı bunu açmır. Tamaşaçıya sən nə forma verirsən, o onu qəbul edir və belə görür. Sən ona nə forma göstərdin, onu müzakirə edə bilir. Bu məni heç vaxt nə sındırmayıb, nə çəkindirməyib, nə qorxutmayıb. Son sualımı verəcəm. Tünzalə xanım uşaqlığı ilə qarşılaşsaydı, ona nə deyərdi? Minnətdaram o uşağa. Çünki o uşaq olmasaydı, mən bugün olmazdım. Tünzalə o 12 yaşında öz dünyasına belə bir musiqi dünyasını qurub, piano arxasında ədəbiyyatla vərək saatlarla oturub o dünyada yaşamasaydı, bugün bu Tünzalə burada qarşınızda olmazdı. Mən hər zaman balaca Tünzaləyə minnətdaram. Ona çox minnətdaram. O mənim təməlimdir, o mənim özəyimdir və bugünə kimi də məhz o Tünzalə mənə mahnılar yazdırır. Böyük Tünzalə mənə mahnı yazmır. O Tünzalə mənə mahnı yazır, oradakı. Olubmu uşaqlığınızda hansısa bir hadisədən təsirlənib bugün mahnı yazmısınız? Oy,
uşaqlığımı xatırlayıb yox, yəqin ki, o məni hələ gözləyir. Fərqli duyğulardan, hadisələrdən mahnı yazmışam və yazıram. Amma sənin dediyin məqam, o da bir sən necədir könül? Mənə elə gəlir ki, mən yaşca ora çatmalıyam. Məncə. O nostalgiya, o gəlir sənə o. Nəsə baş verməlidir də ki, o olsun. Sən dediyin olsun. Amma yaxşı, maraqlı bir şeydir. Yəqin ki, o hissləri də yaşayacağam və bax, onda sənə zəng edəcəm, könül, sənin dediyin mahnı budur. Bir rubrikamız var. O mu, bu mu? O mu, bu mu? Aha, getdik. Bir sual verirəm, 2 variant verirəm. Bəli. Çətin bir gün keçirsəniz, motivasiya almaq üçün, bir kofe içmək üçün kimlə görüşərsiniz? 2 variant deyəcəm. Aygün Kazımova, Röya Ayxan. Ay Allah, ikisindən də. Birini seçməlisiniz. Çox pis adamlarsın. Mən nətər 2 dənə sevdiyim insanı, hər ikisi sevirəm, ayrı-ayrı xarakterlərdir, ay Allah. Gəl belə eləyək. Səhər Aygünlə danışam. Mən nə ki, hansı səhər oyanırsa onu zəngiləyəcəm, hansı oyaqdırsa səhər görüşəcəm. Mənim kimi gün orta, mən də axır vaxtlar gün orta dururum. Sonra gün ortasında. Birini seçməlisiniz. Yox, könül qadın alım, yox. Məni onlardan üz-üzə gətirmə. Mən ikisini də çox istəyirəm, eləməginə. Aygün Röya yoxsa Xəyyam? Xəyyam gözləyə bilər. Xəyyam çünki centilmendir. O bizi başa düşəcək. Aygün Röya yoxsa Samir Piriyev? Samir, hamısı mənim dostlarımdır. Vallahi adını istəyirsən indən sonra bir maşallah sənət dostlarımız adlarını çək. Hamısı sənət dostlarımız. Hamısına da münasibətiniz yaxşıdır. Kimə deyim ki, ay Zamik, ay Xəyyam, ay Abbas, ay Samir, hansına birinə deyim? Hamısına deyəcəm, gəl. Kefiniz olmasa hansından görüşərsiniz? Hə, keyfim olmasa, sən də ki, sual belə, kefiniz olmasa, belə kefiniz açılması üçün hansından kofe içərsiniz? Hə, güldürür Samirlə. Zamik də çox güldürür. Elə bundan sonraki oydu. Samir Piriyev yoxsa Zamik? İkisi də kstati, amma ən belə daha belə Zamik daha sakit tipi var, xasiyyəti sakitdir, amma Samir belə coşandır. Coşqunu seçirəm birinci, Zamik bağışda. Samir Piriyev yoxsa Zülfiyə Xanbabayeva? Zülfiyənin qəşəng yumor hissi var. Hə, belə. Hə, başa düşdüm indi taktikada nədir. Sən sualın kimlə keçirmək istəyirsən, keyfim yoxdursa məsələsi. Kimlə kofe içmək istəyirsən? Samir mi, Zülfiyə mi? Aha. Bayaq dedim Samir, indi keçirik Zuliyə. Tamam. Zuliyə, öpürəm səni. Zülfiyə xanımın çox gözəl yumor hissi var. Əla da, əla. Tam svoyski, kompaniyski. Zülfiyə xanım yoxsa Tolik? Toliklə oturan kimi deyəcəm, ulduzu evdə qoy, Yalçın, filan. Lütfü Zülfiyə xanım. Zülfiyə xanım yoxsa Yalçın Cabbarov? Başıma, Zülfiyə oradan zəng edəcək, Tünzəli mənim adımı öz çəkirsən, Yalçınla adını çəkir. Elə özü mənə deyəcək. Tünzəli, elə şey olar, Yalçınsız şey olar. Yalçın. Yalçın Cabbarov yoxsa Murad Dadaşov? Keyfim olmasa. Yalçınla qırışacam deyən Murad Dadaşovu seçirəm. Murad Dadaşov yoxsa Murad Arif? Ay dədəm vay. Murad Arif də tərəzidir. O da tərəzidir, bəli. Onlar fərqli insanlardır, fərqli dünyanın insanlarıdırlar. Hərəsindən özünə görə. Muraddan oturdum deyən keçirir. Murad Arifə. Murad Arif yoxsa Miri Yusif? Bu da son variantım. Miri Yusiflə onsuz da idmanda hər gün maşallah olsun bir yerdəyik, müəllimimiz birdir. Meriş, люблю тебя. Seçdik Miri Yusif'i. Təşəkkür edirəm. Könül, çox sağ ol, duyğulandırdın məni. İçimdən xəbər verən sualları verdiyin üçün. Düşünürəm ki, tamaşaçılarımız bu video gedəcək axı, bu məqalə kimi çıxacaqmı bilmirəm, amma yəqin ki bizim həm tamaşaçımız, həm oxucularımız, həm izləyicilərimiz, yəni
Bir sözlə bizi izləyənlər, bizi sevənlərə xoş bir intervyu olacaq məncə. Mən sənə can sağlığı arzulayıram. Həmişə belə gözəl, üzün, gözün gülsün. Sənə öz işində də, həyatında da uğurlar arzulayıram. Gələn il sənin üçün ən xeyirli illərdən olsun. Hamınıza çox sağ olun.